Aha, deməli, uşaqlar, birinci mətnimiz İsfəndiyar kişinin oğlanları. Kəndə məşhur pəhləvan gəlmişdi. Onun gəlişi münasibəti ilə idarənin qabağındakı meydança bayramsayağı bəzədilmiş, çoxlu xalı xalça döşənmişdi. Pəhləvan burada daş qaldırır, əzəllərini oynadır, sənətinin gücü ilə tamaşaçıları məftun edirdi. Meydançanın bir küncünə bilək yoğunluğunda uzun bir dəmir qoymuşdular. Camaat güman edirdi ki, pəhləvan bu dəmiri əyib kəmər edərək belinə dolayacaq. Hamı bunu xüsusi bir maraqla gözləyirdi. Əşi, baş tutan iş deyil. O yoğunluqda dəmiri də əymək olar, deyib şübhə edənlər də vardı. Pəhləvan isə dəmirlə olan nömrəsini sona saxlamışdı. Deməli, uşaqlar, burada görürsünüz qabağına işarə qoyulmuş sözlər var. Demək ki, bizdən bu sözlərin 100% mənasını soruşacaq, düzdür? Birinci sözümüz nədir? Məftun etmək. Məftun etmək, valeh etmək, heyran etmək anlamındadır burada. Əslində iki mənası var. Biri, yəni özünü sevdirmək anlamındadır. Yəni mən ona məftun oldum. Məsələn, kiməsə hansısa bir qıza məftun olmaq olar. O özünü sevdirir, yəni o anlamda. İkinci mənası isə valeh olmaq mənasındadır. Valeh etmək mənasındadır. Ona görə buradakı məftun etməyin qarşılığı olacaq valeh etmək. İkinci sözümüz isə maraqla sözüdür. Yəni zərfdir də belə deyək. Bunu necə zərf kimi göstərək? Həvəslə olar. Çünki maraq həvəs deməkdirsə, maraqlı olur həvəslə. Deməli məftun etmək, valeh etmək, həvəslə, maraqla, həvəslə. Bir də üçüncü sözümüz var aşağıda dairə olan niyyət, buna da məqsəd deyə bilərik. Məqsəd, niyyət, məram. Yadınıza gəlsə, hədəf sözünün qarşılığında var idi 5-ci sinifimizin sözlərində. Orada hədəf, məqsəd, məram yazmışdıq. Niyyət də bunlara aiddir. Bir daha qeyd edirəm, məftun etmək, valeh etməkdir. Maraqla, həvəslə, niyyət isə məqsəd, məram şəklində götürülür. Nəysə, indi davam edirik mətnimizi oxumağa. Meydançanın bir küncünə bilək yoğunluğunda uzun bir dəmir qoymuşlar. Camaat güman edirdi ki, pəhləvan bu dəmiri əyib kəmər edərək belinə dolacaq. Hamı bunu xüsusi bir maraqla gözləyirdi. Əşi, baş tutan iş deyil. O yoğunluqda dəmiri də əymək olar, deyib şübhə edənlər də vardı. Pəhləvan isə dəmirlə olan nömrəsini sona saxlamışdı. Birdən camaatın arasından meydançaya bir cüt oğlan çıxdı. İkisi də bəstə boy, ikisi də enli kürək. Meydançanın dövrəsində xısın-xısın pıçıltı gəzdi ki, dəmirçi İsfəndiyar kişinin oğlanları pəhləvanla güləşmək istəyirlər. Xısın-xısın belə gizli-gizli anlamında daha məncə oturur. Cüssəli pəhləvanın yanında bu cavanlar çox zəif və yüngülçəkli görünürdülər. Aydın idi ki, dəmirçi qardaşlar ikisi birdən həmlə etsə belə pəhləvanı bəlkə heç yerindən tərpətmək də mümkün olmazdı. Yəqin ki, bunu da xüsusi məcaziləşdirmək məsələsi istəyir deyə düşünürəm. Qaya kimi pəhləvanı deyə bilərik deyə düşünürəm. Amma hələ ki, bilmirəm, sualdan xəbərim yoxdur. Amma adətən altından xətt çəkilibsə cümləni onu məcaziləşdirmək istəyir. Yəqin ki, belədir. Nəysə, camaatın baxışlarına narahatlıq, intizar oxunurdu. Qoca dəmirçi irəli durub oğlanlarına təpinmək istədi. Təpinmək, acıqlanmaq, yəni 5-ci sinifimizin sözlərinin içində var. Görürsünüz, əgər fikir verirsinizsə, sözlərin qarşılığına, qara hərflə veribsə məsələn, ya da qarşısına işarə qoyubsa, adətən qarşılığını istəyir. Yəni təpinmək sözünü də sən sözlərin içərisində var, onu bilməlisən ki, cümlənin məğzini anlaya biləsən. Yəni söz bilməlisiniz. Əvvəl sadəcə ingilis dilində söz bilmək lazım idisə, indi Azərbaycan dilində də söz bilmək lazımdır. Və yaxud da cüssəli var idi burada, boylu, buxunlu deməkdir. Bu da 5-ci sinifin sözlərinin içərisində var. Yəni, salınan sözləri yenidən təkrarən salırlar. Qoca dəmirçi irəli durub oğlanlarını təpinmək istədi. Sən demə, dəmirçi qardaşların niyyəti ayrı imiş. Pəhləvana güləş təklif etməyə əvəzinə meydançanın küncündəki həmin yoğun dəmirə yaxınlaşdılar. Hərəsi dəmirin bir ucundan qaldırıb belinə dayadı və dəmir elə bil muma çevrildi. Camaat sevinclə qışqırdı. Təkcə şöhrət hissindən uzaq olan İsfəndiyar kişidən səs çıxmadı. Qocanın əsəbdən dodaqları titrədi. Ayıb olsun mənim oğlanlarıma da, sizə də. Ay camaat. Hamı sustu. Qoca dəmirçinin belə danışması əvvəlcə təəccüb doğursa da, sonra məlum oldu. El adətinə görə kimsə pəhləvanın hünər göstərdiyi meydana çıxıb öz gücünü nümayiş elətdirsə, həmin pəhləvan basılmış hesab olunur. Deməli, pəhləvan basılmışdı. Özü də necə pəhləvan? Aha.
Deməli, qardaşların ikisi də başını aşağı əydi. İsfəndiyar kişi oğlanların el adətindən kənar iş tutduqlarına görə üzrxahlıq eləmək üçün münasib sözlər axtarırdı. Münasib uyğun deməkdir. Ancaq bu vaxt pəhləvan dəmirçi qardaşların ikisini də mehribanlıqla qucaqlayıb alınlarından öpdü. Kövrək səslə nə isə dedi. İsfəndiyar kişi yalnız axşam xəbər tutdu ki, pəhləvan Rəhmanla Bəhməni Bakıya aparmaq, pəhləvanlıq dərsi keçmək istəyir. Kəndin ağsaqqalı yanında pəhləvan və daha bir neçə adam İsfəndiyar kişinin evinə gəlib ona minnət elədilər, yəni xahiş elədilər, ağız açdılar. Nəhayət İsfəndiyar kişini razı sala bildilər. Ertəsi gün Rəhmanla Bəhmən rayon mərkəzindən məşhur pəhləvanı aparmağa gələn maşınla Bakıya yola düşdülər. Mətnimizi aydındır, dili anlaşıqlıdır, rahatdır, bədii üslubda mətndir. Ona görə gəlin bir-bir suallarımıza baxaq. 381-ci sual deyir ki, kənd cəmaatı İsfəndiyar kişinin oğlanlarının pəhləvana qalib gələcəyini əmin idi. Kənd cəmaatı İsfəndiyar kişinin oğlanlarının pəhləvana qalib gələcəyini əmin idi. Bu yanlışdır uşaqlar. Çünki mətndə deyir ki, bunu cüssəsiz adı da yox idi deyir. Bəstəboy, baxın burada yazıb. Bura keçirdik. Bəstəboy ikisi də enli kürək meydançanın dövrəsinə gəzdi ki, dəmirçi İsfəndiyar kişinin oğlanları pəhləvanla güləşmək istəyir. Cüssəli pəhləvanın yanında bu cavanlar çox zəif və yüngülçəkili görünürdülər. Aydın idi ki, dəmirçi qardaşlar ikisi birdən həmlə etsə belə pəhləvanı bəlkə heç yerindən tərpətmək də mümkün olmazdı. Deməli, bu fikirlərə əsasən biz deyirik ki, birinci fikir nədir? Yanlışdır. Birinci fikir yanlışdır. Doğruya yazılması yanlışdır. Birləri silirəm. D, B getdi. İkidə deyir ki, pəhləvan dəmirçi qardaşları özü ilə şəhərə aparmağa müvəffəq olur. Bəli, axırda deyir, maşınla Bakıya yola düşdülər. Doğrudur, doğrunun doğruya yazılması doğrudur. Deməli, içini götürməliyəmsə C-ni də silirəm. Baxın, seçərək tam əmin olduğumdan sonra çıxartıram. 3-də deyir ki, dəmirçi qardaşların meydan çıxmaqda niyyəti pəhləvanla döyüşmək idi. Yanlışdır. Orada deyir ki, bu qardaşların sonradan niyyəti məlum oldu. Dəmiri götürdülər. Deyə baxın, burada deyir, güləş təklif etmək əvəzinə, pəhləvana güləş təklif etmək əvəzinə meydançanın küncündəki həmin yoğun dəmirə yaxınlaşdılar. Hərəsi dəmirin bir ucundan qaldırıb belinə dayadı və çevrildi. Deməli, onların niyyətləri nə imiş əslində? Pəhləvanı yıxmaq deyil. Bu olur. Neçəni oxurdum? Yanlış, 3 yanlış, yanlış yazılması doğru. Cavab olur Y variantı. Gəlin 4-ə baxaq. Deyir, İsfəndiyar kişi oğlanların meydanda göstərdikləri məharəti təqdir edir. Təqdir etmək türklərdə takdir ediyorum. Yəni, alqışlamaq anlamındadır, dəstəkləmək anlamındadır. Yanlışdır, dəstəkləmir kişi. Əksinə deyir ki, ayıb olsun mənim oğlanlarıma da, ay cəmaat sizə də ayıb olsun. Yəni, yanlışdır. Və yanlışın yanlışa yazılması deməli doğrudur. 4-ü götürürəm. 5-də pəhləvanın kəndə gəlişinə xüsusi hazırlıq görülmüşdü. Bu doğrudur. Xüsusi hazırlıq görülübdür. Dəmir filan hamısı yerbəyer olub. Amma ehtimala yazılması yanlışdır. Pəhləvan meydançanın küncünə qoymuş dəmir parçasını kəmər eləyib belinə dolayacaqdı. Bunu axıra saxlayır, amma nə eləyəcəyini bilmirik. Ona görə ehtimaldır və ehtimalın da ehtimala yazılması doğrudur. Ona görə 2, 3, 4, 6 düzgün cavab. Keçirəm 382-ci suala. Deyir ki, həqiqi məcazi məna baxımından doğru fikirləri seçin. Bizə lazımdır doğru fikirlər. Deməli, həqiqi yoxsa məcazidir, birinci onlara baxırıq. Sonra mətndəkindən fərqli mənada cümlədə işlədilməlidir. Yəni, həqiqidirsə məcazi, məcazidirsə həqiqi. Baxaq görək. Mətndəki sözlər. Birinci sözümüz hanı? Zəif görünürdülər deyir. Zəif belə cılız mənasındadır da. Burada həqiqətən zəif görünürlər. Bir həqiqidir. Amma burada məcazidə yazıb. Ona görə bir səhvdir. 2-də deyir ki, ikinci sözümüzə baxarıq. İntizar oxunurdu. Məcazidir. Məcazidə yazıb. Bax, görürsünüz. Gözlərindən deyir, intizar oxunurdu. Məcazidir. Düz qoyub məcaziliyə işarəni. Və mahnı oxumaqda həqiqidir. Məcazidirsə həqiqidən 2 düzdür. 2-ni götürəcəm. 3-də deyir ki, aşağı əydi. Qardaşların ikisi də başını aşağı əydi. Həqiqi mənadadır.
Məcazi işarə qoydu, səhvdir. İnsan həqiqətən başını aşağı əyə bilər də. Ona görə həqiqidir. Amma desəydi ki, onun bu hərəkəti mənim başımı onun yanında aşağı elədi, onda məcazi olardı. 4-də deyir ki, kövrək səs. Kövrək səs məcazidir. Məcazidir. Kövrək zoğ həqiqidir. Məcazidir. Qabağından həqiqi yazılması düzdür. Belə. 5-də deyir ki, Bakıya aparmaq mətndə həqiqidir. Uşaqları müzeyə aparmaq bu da həqiqidir. Elə bil burada da həqiqidir, burada da həqiqidir deyə götürmürəm. Cavab olur B variantı. 2-4. Sonra deyil hansı şərh mətndə tünd qara hərflə verilmiş sözlərdən heç birinə uyğun deyil. Təvəqqə etmək, xahiş etmək. Baxın, bu minnət eləmək anlamındadır. A. Minnət eləmək. Yavaş-yavaş xəlvəti, xısın-xısın var idi. O, bayaq da demək gizlin-gizlin. Zaten xəlvət sözü gizlin deməkdir. Hücum etmək, üzərinə atılmaq. Hücum etmək, üzərinə atılmaq. Hanı bu? Qara sözlərdən. Hücum etmək üçün münasib var, minnət eləmək var. İntizar, xısın-xısın. Müvafiq, uyğun, münasib, hiylə, fitnə. 5 dənə variant var. Niyə 3 dənə söz var? İntizar, xısın-xısın, münasib, minnət eləmək. Heç birinə uyğun deyil deyir. Baxın, təvəqqə etmək, xahiş etmək, bu dedi ki, minnət eləməkdir, düzdür? Minnət eləmək. Yazamadım sözü. Minnət eləmək. Bunun qarşılığı var. Yavaş-yavaş xəlvəti, xısın-xısın. Xısın-xısın. Müvafiq, uyğun, münasib. Münasib. Qalır C ilə Y. O birisi söz də intizardır. İntizar hücum etmək deyil axı. İntizar həsrət demək deyilmidir? Hə, həsrət içərisində gözləmək, səbirsizliklə gözləmə. Bəlkə mən hansısa qara hərfli sözü görmürəm. Bir dənə baxım yenə də. Baxın, xısın-xısındır. Hə, həmilə etmək görmürəm. Baxın burada. Həmilə etmək. Həmilə etmək hücum etməkdir. C-də getdi. Həmilə etmək. Həmilə etmək. 5 söz, 5 variant var. Amma intizar hiylə fitnə anlamında deyil. İntizar həsrətdir. Ona görə düzgün cavab olur Y variantı. Yəni Y-nin qarşılığı yoxdur uşaqlar. Yoxdur. Bir də deyirəm, xahiş etmək, minnət etmək, xəlvəti, xısın-xısın, hücum etmək, həmilə etmək, görmürdüm o sözü. Müvafiq, uyğun, münasib, hiylə, fitnənin qarşılığı yoxdur. Cavab olur Y. Sonra gəldik 384-də. Mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil deyir. İsfəndiyar kişinin qəzəbi. Bunun səbəbi var. Çünki uşaqlar adəti pozmuşdular. Yəni el adətindən kənar iş tutmuşdular. Baxın, oğlanların el adətindən kənar iş tutduqlarına görə üzrxahlıq edirdi zaten. Cəmaatın oğlanlara görə narahatlığının. Çünki onlar fikirləşirdi ki, cəmaat bu iki oğlan pəhləvanla döyüşmək üçün çıxır səhnəyə və fikirləşirdilər ki, o pəhləvanı heç yerlərindən tərpədə də bilməzlər. Dedi deyir, pəhləvanın dəmirlə olan nömrəsini axıra saxlamasını. Sadəcə deyir ki, axıra saxlayır. Da, niyə axıra saxlayır, nə səbəbə axıra saxlayır, onu bilmirik. Hətta ehtimal hissəsində altında ehtimala götürmüşdük. Ona görə cavab olur C. Dedi deyir, meydançanın bayramsağı bəzədilməsinin səbəbi pəhləvanın çıxış edəcəyi idi. Pəhləvanın tamaşaçıları məftun etməsinin səbəbi göstərdikləri nömrələr idi, yəni. Cavab ona görə C variantı. Sonra gəldik 385-ə. Deyir, İsfəndiyar kişinin barmaqlarının arasında təsbehin çıqqıltısı kəsildi. Cümləsi mətndə nömrələnmiş hansı çərçivənin yerinə artırıla bilər? Çıqqıltısı kəsildi. 2-yə baxın. Bura. Qoca cümlə yadımdan çıxdı. İsfəndiyar kişinin barmaqlarının arasında təsbehin çıqqıltısı kəsildi. İsfəndiyarın barmaqlarının arasında təsbehin çıqqıltısı kəsildi. Qoca dəmirçi irəli durub oğlanlarına təpinmək istədi. Sən demə dəmirçi qardaşların niyyəti ayrı imiş.
Bura yazırıq. Ayıb olsun mənim oğlanlarıma da, sizə də ay camaat. Bu qocanın nitqidir deyə ora gətirib müəllifin dilindən olan cümləni yaza bilmərik. Deməli pəhləvan basılmışdı, sonra deyə bilmərik çıxıltısı kəsdi, özü də necə pəhləvan. Yəni buralara olmur. Ancaq 2 ən uyğunudur. Ona görə düzgün cavab olur C variantı. Sonra 386. Belə sual görəndə uşaqlar adətən götürür elə üslubu cəhətdən də doldurur gedir. Amma bizə üslub lazım deyil. Buradakı obrazları müqayisə edirik. Baxın mətndəki pəhləvan bir də Salih Süleyman. Xahiş edirəm belə olan halda götürüb hər ikisinə pəhləvandır yazmayın. Bilmirəm etalonda veriblər hər ikisi pəhləvandır yoxsa yox. Zaten sualı yazan adam bilir ki, hər ikisi pəhləvandır da, yəni onu müqayisə eləməlisən sən, belə deyim. Deməli, yazırıq. Mətni oxuyaq, sonra yazırıq. Deməli, dünyada məşhur olan Salih Süleyman qeyri-adi gücə və güləş texnikası ilə idman həvəskarlarını məftun etmişdi. Avropanın sirk meydanlarında dünyanın bir çox tanınmış güləşçilərini məğlub edərək çempionların qənimi kimi şöhrət tapmışdı. Salih Süleyman fiziki cəhətdən güclü insanlara hamilik etmiş, onlara pəhləvanlıq dərsi keçmişdi. Deməli, ortağa nə yaza bilərik? Ortağa onu yaza bilərik ki, hər ikisi fiziki cəhətdən güclü insanlara kömək etmişdi. Hamilə etmək, yəni biraz onu qorumaq, yeyə durmaq mənasında. Baxın, mətndəki pəhləvanımız Rəhmanla Bəhməni Bakıya aparır və onlara pəhləvanlıq dərsi keçir. Burada isə yenə deyir ki, fiziki cəhətdən güclü insanlara kömək edir. Deməli, hər ikisini yaza bilərik, fiziki cəhətdən güclü insanlara pəhləvanlıq dərsi keçir. Hər ikisi deməli, məftun etmək sözü görürsünüz, mətndə də var idi, burada da var. Hər ikisi sənəti ilə insanları məftun edir, yaza bilərsiniz. Deməli, sonra hər ikisi deməli insanları məftun etmişdir. Sonra Salih Süleymana yaza bilərsiniz ki, burada ləqəbi var onun. Salih Süleymana yaza bilərsiniz, çempionların qənimi kimi şöhrət qazanmışdı. Avropanın sirk meydanında tanınmış güləşçiləri məğlub etmişdi. Çünki mətndəki Avropanı filan məğlub eləməyib də. Əsas mətndəki pəhləvan isə kənddəki çıxışı hər kəs tərəfindən sevilir, o kənddə çıxış eləyirdi. Bir də öz gücünü göstərən qardaşları öpür, qucaqlayır və onları belə deyək, Bakıya apararaq təlim keçir. Hər ikisi fiziki cəhətdən güclü insanlara hamilə edir, amma fərqi ondadır ki, bu sırf 2 qardaşı aparır, amma burada bilmirik kimlərə dəstək olur. Ona görə onu da fərq kimi yazmaq olar. Sonra 387 əvvəlini işarə qoyulmuş qarşılıqlar deyir. Üçbucaq, kvadrat, dairə. Bunu mətndə demişdim. Demək, valeh etmək idi biri. O birisi həvəslə idi. O birisi də məqsəd, məram, arzu anlamında idi. Sonra 388 İsfəndiyar obrazın xarakteri ilə bağlı 2 xüsusiyyət yazın. Xarakteri xüsusiyyət deyəndə söz şəklində yazacağıq. Məsələn, sadiq yaza bilərik. El adətinə sadiq. Çünki el adətlərini pozduğuna görə gedir pəhləvandan üzr istəyir. El adətlərinə sadiq. Düşüncəli yazmaq olar. Düşüncəli yazmaq olar. Öz oğlanları təriflənəndə görürsünüzmü? Əl falan çalmır, dəstəkləmir. Şöhrətdən uzaq yazmaq olar. Humanist, alicənab yazmaq olar. El adətinə sadiq, düşüncəli, şöhrət hissindən uzaq. Yəni, elə onu deyirdim, ağzımdan aldım, təvazökar, bəli. Çünki şöhrətdən uzaq olan insan sadədir, ona görə təvazökar yazmaq olar. Bəli, bəli. Buyur. Sonra, deməli, 389, bəli, bax, görürsünüzmü, bayaqları mən dedim, üslubu xüsusiyyətlərinə uyğun zənginləşdirmək deyəcək çox böyük ehtimalla. Və mən qaya kimi pəhləvan demişdim. Çünki o deyir ki, tərpətmək olmaz. Qayanı da yerindən tərpətmək biraz mümkün deyil. Deməli, aydın ki, dəmirçi qardaşlar ikisi birdən həmlə etsə belə, qaya kimi pəhləvanı bəlkə heç yerindən tərpətmək də mümkün olmazdı. Və yaxud da ki, burada yazıb dağ kimi dayanmış pəhləvanı yerindən oynatmaq olmazdı.
belə fikirlər yazanlar var, yazılanlar var. Adı dillərdə dastan olan pəhləvanı yazmaq olar. Adı dillərdə dastan olan. Şir kimi güclü də olar, bəli. Əsas odur ki, məcazi olsun, mətnin məzmununa xələl gətirməsin, cümlənin üslubunu pozmasın, cümlənin məzmununu zədələməsin. Və qalan bütün məcazi sözlər əlbəttə ki, yerinə yazmaq olar. Ayı yazsam pis bəli. Ayı yazmayın məncə. Öküz, ayı, odun filan bunları yazmayın. Aha. Biraz bilirsiniz necə vulqar da çıxmır. Amma yəni söyüş deyil, yəni vulqar deyil. Amma biraz etik deyil. Ayı kimi pəhləvan. İridir əslində ayıya bənzətmək. Bilmirəm bal verərmi yoxsa yox, amma ən azından şir kimi yazın getsin də yəni. Sonra 390 mətndən əsasən doğru fikri seçin. Pəhləvan döyüşmədən məğlub olmuşdu fikri. Yanlışdır əlbəttə ki. Pəhləvan döyüşmədən məğlub olmuşdu. Mətnə görə deyir. Mətnə əsasən deyir. Mətnə əsasən döyüşmədən məğlub olmuşdumu? El adətləri idi. Burada baxın, mətnin bu hissəsi var ha. Bax buna əsasən yazacaqsınız. Deyir, kimsə pəhləvanın hünər göstərdiyi meydana çıxıb öz gücünü nümayiş etdirsə, həmin pəhləvan basılmış hesab olunur. Deməli, pəhləvan basılmışdı. Özdə necə pəhləvan? Yəni, biz bu cümləyə əsasən götürəcəyik ki, bəli, pəhləvan döyüşmədən məğlub olmuş fikri doğrudur. Əsaslandırmanı gətirib həmin abzası yazacaqsınız. Eynisini kopyala yapışdır. Çünki bizə görə pəhləvan məğlub olmuşdur. Çünki bizim adətlərimizdə belə bir şey yoxdur kimi. Yəni, daha doğrusu mən belə bilmirdim, belə bir adətimiz var, sözün açığı. Amma mətndə yazıb ki, adətə görə o, əgər öz gücünü nümayiş etdirdiyi zaman kimsə çıxıb öz gücünü nümayiş etdirsə, pəhləvan basılıb. Basılmış hesab olunur. Belə. Belə götürəcəksiniz. Doğrudur və belə əsaslandıracaqsınız. Bu mətnin izahı da belə.